Salam əziz şagirdlər. Bugün buraxılış imtahanının ingilis dili suallarının izahını sizə verəcəm. Yəni 15 martda olan. Choose the correct option. Düzgün variantı seçin. We wanted complex object'i özündən sonra tulu məstəri istəyir. Elə A variantını götürürsünüz 7-də. Complete the sentence 8-ci sualda cümləni tamamlamağınızı istəyir. Biz bilirik ki, cümlə mübtəda və xəbər formasında qurulmalıdır ikinci hissəsi. Baxıram, did əvvələ keçib B-də. C-də yenə R əvvələ keçib C çıxar. Yenə have əvvələ keçib D çıxar. Will əvvələ keçib Y çıxar. Qaldı elə A variantı. What they are doing here at the moment. Choose the correct option. Düzgün fikri seçin. People have a lot of good personal qualities. Yaxşı keyfiyyətləri var deyirsə, deməli kind people, mərhəmətli və gentle people. Birlə ikini götürəcəyik D variantı. Greedy xəsisdir, Rio da çobudur. Yəni çobud insanların və yaxud da xəsis insanları yaxşı keyfiyyət olaraq götürməyəcək. Təbii ki də tense formu istəyir bizdən onda zaman formasını. Yesterday sizdən sadə zamanı, sadə keçmiş zamanı istədiyi üçün will gələcəkdir, has indikidir, breaks indikidir, broken page'idir. Qalır da Y variantı. Broke. 10 oldu Y. 11-də the salesman, correct option. The salesman had a lot of antique carpets and a month later, bir ay sonra carpet zəm olduğu üçün onlardan bəziləri satıldı deyirsə, artıq it yox, zem olmalıydı. Onun üçün da all zem, bir də some of zem götürəcəyik. 2 ilə 3 C variantını. Yəni zəm götürəcək sərkisini. İtləri çıxacaq oradan. My daughter is very biz bilirik ki, sadə positive degree istəyir sizdən, yəni adi dərəcəni istəyir. Əzin əzi yoxdur. Sən verib orada bizə. Most-da müqayisə üstünlükdür. The most yenə də üstünlükdür. More müqayisədir çıxsaq, qalar elə D variantı. 12-də, 13-də wasn't tu'su yoxdur. Daha doğrusu wasn't table'ın tu'su yoxdur. Ought-un tu'su yoxdur. Was able-ın tu'su yoxdur. Baxın, heç burada da yoxdur. Hadn't to deyə bir ifadə olmur. Araya heç bir söz girmir. Nə qaldı? Sadəcə C variantı qaldı. I couldn't lift the box as it was too heavy. Çox ağır olduğu üçün qutunu qaldıra bilmədim. Burada da bizə deyir ki, cümləni qurun. Books are very important in the life of its people. 4. Bu da olur A variantı. The little girl is pleased with, biz bilirik ki, pleased ilə biz işlənir. The blues which was bought for her. Onun üçün alınan köynəyə görə çox məmnun oldu. Olur C variantı. Bunu düzəldək. Okay. 15C, 16'da all people stop fighting. Görürsünüz burada will verilib və burada da stop, indiki zamanla gələcəyin uzlaşması. Yəni ki, əsasən when, if bunlardan birini axtarmalısınız və bu da bizə B-də verilir. When all people stop fighting with one another, the world will be a much better place. Deyir ki, insanlar bir-biri ilə dalaşmağa dayanırdığı zaman, yəni döyüşməyə dayandırdığı zaman, dünya daha gözəl bir yer olacaq. A cup of tea doğrudur. E ilə S olmaz, içini çıxarıq. To ilə S olmalıydı. Cəmləməli ismi çıxarıq. A bar of chocolate qalır. 1 ilə 4. B variantı. Was the train 2 hours late? Burada late gecikmək olduğu üçün why was the train 2 hours late? Nəyə görə 2 saat qatar gecikdi sualını verir sizə. Chinese is one of the most. Biz bilirik ki, mostdan sonra sifət gələrsə Z artikli qoyuruq. Üstünlük dərəcəsini bildirir. Amma isim gələrsə boşluq qoyurduq. Burada sifət gəldiyi üçün Z-ni qoyduq. World-lə də Z işləndi. In the world, Z olacaq C variantı. The director has announced the new rules. The new rules has this artıq rules səmə üçün have been announced by the director. Bu da oldu Y variantı. Opposite, yəni əks mənalı isimlər istəyir. Biz əks mənaları istəyir bizdən. Defend, müdafiə etmək, attack, hücum etmək. Fail, kəsilmək, succeed, uğur qazanmaq, 3-ü götürürük. Destroy, məhv etmək, build, tikmək, bunu da götürsək 1, 3, 5 D variantı. Liberate, free, azad olmaqdır. Reject, refuse isə rədd etməkdir. Butter was used to prepare the cake. Butter sayılmayan isim olduğu üçün few və many sayılan cəm isim istəyir. Elot isimlə işləmir, of olmalıdır isim olsun. Qalır much sayılmayan isimlə. 22 C variantı. Mətni suallarını da birazdan izahını verməyə çalışacağım. Uğurlar hər birinizə.